Azərbaycan musiqi sənətində dirijorluq texniki ustalıq olmaqla yanaşı, həm də nəfəsin, ritmin və ruhun idarəsidir. Bu mənada əməkdar artist Elman Əliyev səhnəyə hər çıxışında orkestri sanki bir duyğu məkanına çevirir. Onun repertuarında klassikanın əzəməti də var, müasir əsərlərin axtarış ruhu da. Milli musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Elman Əliyev 65 illik yubileyini qeyd edir. Bu münasibətlə Dövlət Akademik Filarmoniyasında sənətkara həsr olunan konsert keçirildi. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında bir-birindən maraqlı musiqi nömrələri təqdim olundu. Azərbaycan Akademik Dövlət Filarmoniyasında mənim 65 illik yubileyimlə əlaqədar olaraq konsert proqramı təşkil olunubdur. Bu konsert proqramının təşkil olunmasında mən Dövlət Filarmoniyasının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Eləcə də Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bütün heyətinə və eləcə də onların rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu konsert proqramının hazırlanmasında mənə dəstək oldular. Konsert proqramında biz çalışdıq ki, Azərbaycan bəstəkarlarının klassik və mahnı janrından müxtəlif səpkili əsərlər ifa olunsun ki, konsert maraqlı olsun. Görkəmli incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycan bəstəkarlarının klassik və çağdaş əsərləri səsləndirildi. Xalq artistləri Samir Cəfərov, Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artist Nuriyə Hüseynova və digərlərinin çıxışı gecəyə xüsusi rəng qatdı. Mən 2 illərdir onu tanıyıram, artıq biz dostduq. Uzun illər tələbəlik illərindən Elmanla mənim səmimiyyətim var, ünsiyyətimiz var və hər dəfə də bizim əlaqələrimiz olub. Not barəsində, əsərlər barəsində yaradıcılıq söhbətlərimiz olub. Elman müəllimi biz ürəkdən təbrik edirik. Ona uzun ömür can sağlığı arzuluyuruq. Bir daha həmişə bu sözləri təkrar edirəm ki, Azərbaycan bölgələrində xidmət göstərən, mədəniyyətimizə xidmət göstərən insanların paytaxtımızda yubileylərini keçirilməsi çox gözəl bir haldır. Elman müəllimi mən çoxdan tanıyıram. Hətta mən o vaxt Naxçıvanda olandan bəri onunla görüşürdük, tədbirlərdə olurdu, professional tarzəndir, gözəl insandır, çox hörmətə layiq olan bir insandır, çox hörmət qazanmış bir insandır. Həm də ki, musiqiçidir, dirijordur və onun bu yubiley münasibətilə ürəkdən təbrik edirəm. Musiqili axşam təkcə bir sənətkarın ömür yoluna ehtiram deyil, həm də Azərbaycan musiqi mədəniyyətinə verilən dəyərin ifadəsi oldu. Səyavuş Əlizadə, Zahir Zahidoğlu, Ayşəm Razi, Həsən Həşimov, Mədəniyyət xəbərləri.